Əgər evdə 4-5 ədəd pomidor varsa, ondan ləzzətli şorba hazırlaya bilərsiniz. Şorbanı hazırlamaq üçün əvvəlcədən qabığını soyduğum pomidorun orta hissəsində kəsik ataraq içərisinin suyunu sıxıb çıxardıram. Blenderin qabına əlavə edib xırdalayıram. İstəsəniz bıçaqla da doğraya bilərsiniz. Xırdalanmış pomidoru kənara qoyuram. Qazanın içərisinə kərə yağı, 2 yemək qaşığı da un əlavə edirəm. Üç yemək qaşığı duru yağ da əlavə edib, unun yüngül qoxusu çıxanacan qovururam. Un azacıq qovrulduqda üzərinə 2 yemək qaşığı tomat pastası əlavə edib qarışdırıram. Tomatı əlavə edib qarışdıran kimi üzərinə əvvəlcədən doğrayıcıdan keçirdiyim pomidoru əlavə edirəm. Qazana 1 litr su tökürəm. Qaşıqla yaxşı qarışdırıram ki, un düyünlənməsin. Üzərinə duz istiyotu əlavə edirəm. Duzun istiyotu miqdarını zövqə görə artırıb azaltmaq olar. Qazın aşağı temperaturunda təqribən 10 dəqiqə qaynadıram. Sonra blenderdən keçirdirəm. Blenderdən keçirdəndən sonra 4-5 dəqiqə qaynadıb, sonda içərisinə yarım stəkan süd əlavə edirəm. Südü qaymaqla da əvəz etmək olar. Südü əlavə etdikdən sonra 2 dəqiqə, 3 dəqiqə pişirib ocaqdan götürürəm. Görürsünüz, şorba hazırdır. Soyduqdan sonra qatılaşacaq. Sonda isti şorbanın üzərinə süfrəyə verərkən Holland pendiri əlavə edirəm. Görürsünüz, çox gözəl rəngi var. Mükəmməl, ləzzətli bir şorba alınıb. Həqiqətən də maraqlı, fərqli bir şorbadır. Hazırlayıb dadına baxmağa dəyər. Hazırlayacaq olanlara nuş olsun.